O İran aftafaları deyənlər var ha. İranı pisləyənlər, İranı özümüzə düşmən eləyənlər. Hansı ki, qardaş, İsrailin tərəfini tutana İran aftafası deyirlər. Dinlə məşğul olana İran aftafası deyirlər. Qardaş, ölkədə problemlərdən danışana İran aftafası deyirlər. Deyirsən ki, ölkədə İlham Əliyev dindarları həbs edir, deyirsən İran aftafasısan. O İran aftafası deyən anasını elədiklərimə deyirəm. Bax, İran prezidenti İlham Əliyevdən görün necə gülüf danışırlar, necə səmimidirlər, necə şey eləyirlər. Görürsünüzmü? Azərbaycan xalqı, o öfşü xalq da yox, o iminli o anasının başını tutanlara bu videonu çəkirəm ha. Xalqın içində ağıllı insanlar çoxdur. İminli o DTX-nın o barmağı götündə olanlar var ha. O anasının başını tutan yoburanlar var ha. İran deyir. Bax, İran prezidenti İlham Əliyevdən görün necə səmimidirlər, necə qardaşlar, bir-birinə qardaş deyirlər. İran bizə düşməni idi, hə? Bəs ölkədə bir şey olan kimi olurduq İrancı. İran prezidenti Bakıda da axı. Qoyun başlar. Ananızın ağzına eləyim mən. Hə? Qovun da. Axı İran bizə düşmən idi. Peşkesəndir, nədir İran prezidenti? Qovun getsin da. Axı İran bizə düşmən idi. Haftafa deyirdiniz. Haftafa girsin. Bu mehribanın dalına girsin bu haftafa. Bunun o narkoman dəli qızı Leylanın dalına girsin o haftafa, İranın haftafası. Ha, anasının başını tutanlar. İran bizə düşməni idi. Nə vızqırdır İran prezidenti Bakıda, ha? Bilirsiniz, nə demək istəyirəm? Xalqı, hələ bizim kimi savadsız bir xalqı idarə eləmək çox asan bir şeydir. Hakimiyyət, DTX, xalqın içinə bir paraşa bıraxır. İran haftafası, İran bizə düşməndir. İran bizə hücum eləyəcək. Nə bilim nə. Erməniyə şey eləyir, kömək eləyir, nə bilim nə. Hani Erməniyə kömək eləyir İran prezidenti Bakıdadır? Niyə qoymursunuz? Qovun getsin də qovun. Niyə qovmursunuz? Hə? Niyə qoymursunuz gəlsin? Hə, bilirsiniz məsələ nədir? Hakimiyyət istədiyi kimi bu qoyun kütləni idarə eləməyə bacarır. İnandırır. İran. Sonra İranlar. Dövlətlər arası dostlar, qardaşlar, amma xalqı görün necə qoyunlaşdı. Mən nə deməyimi başa düşürsünüzmü siz? Mən nə demək istəyirəm? Yəni istədikləri kimi siz tupoyları idarə eləyirlər, aftafa beyninizə soxurlar, İran nə bilim, din, belə getdi. Özləri də gəlirlər, belə deyirlər, gülürlər. Siz qoyun kütləni də belə idarə eləyirlər ki, bax düşmən də ha. Yəni istədiyi formada siz o kütlənin gözündə İran olur düşmən və dost, amma özləri həmişə bax belə deyirlər, gülürlər. Ona görə sözümün canı odur ki, Dövlət Təhlükəsizlik Xidmətinin, prezident aparatının buraxdığı, hakimiyyətin buraxdığı o paraşalara inanmayın. Öz başınızla hərəkət eləyin. İran bizə heç vaxt düşmən olmayıbdır. O qardaş dediyiniz Türkiyə 6 helikopteri verməyəndə Xocaldan o şəhidlərimizi, həmin o şəhidlərimizi cənazələrini İran çıxartdı verdi bizə. Onu da deyin biləsiz. Hə, o bir də eşitsəm ki, bir də görsəm ki, o dindən danışanlara, Qəzzaya, Fələstinə dəstək olanlara İrancı deyənlər var ha. Bir də o anasının başını tutun görsəm, onların lişni mən, bax kim deyir ha, onların lişni mən ölüsün goruna soxum, mən manav. Onların lişni mən oturub işəyənlərinə soxum, onların lişni mən liftçi taxanlarına soxum, başda Mehriban Əliyev olmaqla, başda Əlin Ağayevin arvadı Nahidə Ağayev olmaqla. Soxum o adamların ölüsün goruna, Vilayət Evazovun ölmüş bacısı Gülbüçə ilə birlikdə. Gedin vızqırdın. Göt balaları. Bir şey olan kimi İrancı, aftafa, nə bilim nə. Göt balaları qovun da. Və İran bizə düşmən idi. Ölümüzün ruhuna soxun sizin.